necə hazırlandığını bilmirdin, amma dadını bilirdin. Bunun için lazım olanları birini geçen karıştırırsan, resepti aşağıda tam yazacağım. Yaxşıca yoğrulduqdan sonra qoyursunuz belə kənarda bir balaca dincəlir, bir yarım saat kimi belə deyək. Özünə gələndən sonra 2 hissəyə bölüb uzadırsınız, belə balaca kündələr düzəldirsiniz. Bu kündələr yenidən qoyursunuz kənara, orada yeni dincəlir. Bir balaca açırsınız, qoyursunuz kənara, yeni dincəlir. Sonra belə uzun kəndir kimi açırsınız. Kəndiri tam ortasına tutub bu formada vurursunuz. Əllə də vura bilərsiniz, necə razı, yəni qaydası budur kitabla. Sonra həmən hissəni birləşdirirsiniz, əlinizlə göstərdiyim kimi. Bunu belə deyək, halqa var şəkildə düzəldirsiniz, qoyursunuz biraz dincəlir. Sonra bəkməzi suya, ardınca da küncütə boyursunuz, qoyursunuz kənarda bir 5-10 dəqiqə gözləyir. Gözləyəndən sonra 180 dərəcə fırında bişirirsiniz. Şef də dadına baxdı, bəyəndicə bişirmək olar. Hazırlayasılar hamısından nuş olsun.